Burada gəlin baxaq, 59-cu mətndə false səhvli soruşur. Most of the phosphorus can be in North America and Russia. Fosforun çoxu Şimali Amerika və Rusiyada olur. Amma mətndə North Africa and Russia yazıb. Şimali Afrika yazıb. Burada Amerikada, ona görə səhvdir. Sonra phosphorus is used to make only toothpaste and fireworks. Fosforu ancaq diş pastası və ateşfəşanlıqda, fişəngdə istifadə edirlər. Burada isə deyir ki, axırıncı cümlədə including toothpaste, firework and matches. Kibriti də deyir. Bu onunla da artıq kibrit istisna olunur deyə səhvdir. Phosphorus can't be found in plant and mineral. Fosforu bitki və deməli mineralda tapmaq olmaz. Amma burada belə bir şey gedir. It is found in many rocks, minerals, plants and animals as part of several compounds. Tərkib hissəsi kimidir. Mürəkkəb maddələr, bunu rast gəlmək olar. Yəni buna görə də səhvdir. Bizə desəydi ki, əgər birbaşa rast gəlinmir, yenə düz götürə bilərdik. If we expose phosphorus to sunlight, it gets colorless. Əgər fosforu gün işığına çıxarsaq, rəngsiz olur. Amma burada sunlight'da verir ki, it become red phosphorus, qırmızı rəngə çevrilir. Burada lesə görə səhvdir. Ümumiyyətlə, inkar şəkilsi les olanda diqqətli olun, çox vaxtı səhv olur. Bu test cavab kartında 2-4 yazıb, amma əslində hamısı səhvdir. Dimdə tapdığımız növbəti səhvlərdən biri bax budur.